nə deyirlər bir də böyüklük səndə qalsın, hə. Və ya el arasında böyüklük səndə qalsın, keç günahından. Bağışlamaq asan deyil, bilirəm. Ola bilsin düşünürsən ki, axı necə bağışlayım onu? Məni incitdi, məni qırdı, mənə zərər yetirdi və ya sevdiklərimə zərər yetirdi. Mənim etdiklərimi görmədi, görməzdən gəldi və s. Amma bir şey unutmayaq ki, biz keçmişi nə olsa da dəyişə bilmərik. Keçmiş keçmişdə qalıb. Amma indiki anımızı, gələcəyimizi dəyişmək bizim öz əlimizdədir. Hadisənin nə olmasından, şəxsin kimliyindən asılı olmadan bağışlamağı bacarmalıyıq. Özünə bir sual ver. Mən bu yükü özümdə nə qədər daşıya bilərəm? Bəlkə elə indi bağışlamağın vaxtıdır.